Hələ ki köynəyin üzərindən birbaşa pencək geyib çölə çıxacağımız havalarda deyilik. İndiki hava şəraitinə uyğun bir kombin hazırlayacağam. Başlayaq. Bəylərin əksəriyyəti bozu, qarayla qatırlar. Amma mən fərqli bir rəng yoxlayacağam. Boz köynəyin üzərindən bu jileti geyəcəm. Geyimləri klassik şalvarların üzərinə buraxmağı xoşlamıram. Belə olan halda şalvarın ön hissəsindəki görüntü və incə detallar itir. Bordo corablarla kombini biraz rəngləndirəcəyik. Bu ayaqqabıları geyəcəm. Pencəyi isə sona saxlayıram. Günün ortalarına doğru pencəyi çıxardıb sadəcə jiletlə də takıla bilərsiniz. Amma axşam tərəfi biraz hava soyuq olduğundan yenidən pencəyi geyinə bilərsiniz. Mən ümumiyyətlə pencəklərdə ən xoşladığım detallardan biri də köynəyin qolunu qatlayaraq pencəyin üzərinə çıxartmaqdır. Hər zaman eləmirəm. Daha çox pol klassik kombinlərimdə buna üstünlük verirəm.